Bugün termostatlı sistemi qoşacağıq. Sistemdə həm çoxlu pol var, 7 kontur, həm də 6 kontur radiator sistemi var. Ayrıdır. Hərəsinin öz nasosu var. Bu da kombimizdir, baksi. Deməli, birinci nə edirik? 4 tane rozetkadır gördüğünüz kimi. 4 tane pitaniya olacaq. Birinci növbədə kombidir. Baxın, bu stabilizatorun vilkasıdır. Bunu qoşuruq bura. Ondan sonra burada 2 motor var. Onları da qoşuruq. Bir taneye 1 ve 2. Ondan sonra bu ise bu vilka ise termostatlar, termobaşlıkların, servoprivodların, termostatların pitanyasıdır. Ayrıcanadır bu. Bunu da qoşduq. Belə. Deməli, kombi qoşuldu, yəni amma hal-hazırda qazımız kəsilib, qazı açırıq. Və kombi повторный pusk verir. İndi yandırmalıdır onu. Yandırdım. Fitil görsəndi, o deməkdir ki, kombidə qaz qoşuludur, yanır. Qarelka işləyir. Yəni indi hal-hazırda görə bilərsiniz ki, servoprivodların başlıqları hamısı içəridədir, bağlıdır. Bu nasos qoşuldu radiatorların. 2 suşulkadır, 4 radiatordur. O qoşuldu. Çox, bununla işimiz yoxdur. Bir dənə qaldı termostatları yoxlamaq. Baxın, 24 yarım hal-hazırda temperaturdur otaqda. Biz onu qoyulub 30'a. İndi qoy işləsin. Ondan sonra burada qoşulub qoyulub 30'a. Ondan sonra burada qoşulub qoyulub 30'a. Deməli, termostatda nə funksiyalar var? Üstündə knopka var. Əgər bu termostat məsələn koridorunda da, əgər istəmirsənsə koridorda çoxlu pol yansın, işləsin. Bu knopkanı basırsan, söndü. Все. İmенно koridor, bu termostat hansı otağa baxırsa, ora işləməyəcək. Bu knopkanı təzədən bir dəfə basmaqla biz qoşuruq. Burada bu şəkil olanda o deməkdir ki, çoxlu pol qoşuludur vəziyyətdədir. Dərəcəni dəyişmək üçün indi mən maksimum deyəsən 30'da. Hə, maksimuma qoşmuşam ki, işləsin bugün qızsın ev. Amma standart dərəcə hardasa 25-26 dərəcəyə qoyulur. Dərəcəni dəyişmək üçün sol knopkalarını, sol sağ knopka. Yarım dərəcə hər dəfə basanda da elə bir yarım dərəcə qalxır. Basıb saxlamaqla tez-tez dəyişir. Все. Bunlar işləyir. Deməli, termostatları qoşmuşuq və görə bilərsiniz ki, bu başlıqlar yavaş-yavaş başladı qalxmağa. Çünki biz 30 dərəcəyə qoymuşuq orada, amma otaqda 24 dərəcə yarımdır. Bu başlıqlar yavaş-yavaş qalxdıqca
bu plavoklar düşür aşağı. Çünkü dövr çoxalır və bunlar yavaş-yavaş çəkilir içəri. Bu göy lab yuxarıda olanda gördünüz, hamısı getdi, tam açıldı demək olar ki, bəziləri. Bu göy tam yuxarıda olanda o deməkdir ki, həmən kontur işləmir. Bunlar içəridə olanda, yəni belə olanda deməkdir ki, həmən konturlar işləyir. Hal-hazırda 7-si də qoşulur. Hansısa çox, hansısa az ola bilər, o problem deyil. O konturun uzunluğundan asılıdır. Heç bir problem yoxdur, narahatçılıq yoxdur ona. Всё, deməli, indi hələ bunlar tam açılmıyor, hələ tam asılacaq. Sistem qoşuldu, işləyir. Radiatoru da yoxlaya bilərik. Bu da yavaş-yavaş qızacaq. Yəni təzə qoşulub sistem. Deməli, indi isə bura baxırıq, kombiyə. Burada əsas, yəni biz nəyə nəzarət eləməliyik? Davleniya aşağıda olmamalıdır. Bu vtorostipenli şeydir, yəni köməkçi bir termostatdır. Manometrdir. Evet. Deməli, burada bizdə əsas bax budur. Bu qırmızıda olmamalıdır. Qırmızıya düşəndə o deməkdir ki, davleniya yoxdur sistemdə, azdır və kombi qoşulmayacaq. Kombini həmən davleniyanı doldurmaq üçün burada qırmızı kran var. Onu yavaş-yavaş açırıq və manometrə baxırıq. Baxın. Bir damcı açanda içəri su daxil olur və strelka qalxır. Bir yarımda ən düz davleniya bir yarımdır. Bir damcı çıxanda çölə, yəni problem yoxdur. Əsas odur ki, yaşılı keçməsin. Всё, bağlayırıq kranı və bu əsas odur ki, ventili bağlayanda tam sıxmaq lazım deyil. Yavaşcana, heç bir güc vermədən onu sıxdıq, gördük ki, strelka dayandı, daha davleniya su girmir içəri, qutardı getdi. Bu çox sıxılanda xarab ola bilir. Ondan sonra kombidə deməli bu bizim isti suyumuzdur. İsti suya olan ait knopkadır. Hal-hazırda 45'e qoyulub. Məsələn, yendirdik bunu 42'ye. Всё, isti suyumuz olacaq 42 dərəcə. Bu isə отопление sistemidir. Отопление sistemi əsas radiatorlara bu dərəcə əsas radiatorlara aiddir. Məsələn, radiatorların dərəcəsini çoxaltmaq istəyirsinizsə, bunu çoxaldın da. Amma 60'dan yuxarı ehtiyac yoxdur bunu qaldırmağa. Hal-hazırda 55'e qoyulub. Ondan sonra deməli qaz kəsiləndə bu dəqiqə bir dənə onu eləyəcəm mən. Ventili bağlayıram. Qazın ventilini bağladım. Gördüyünüz fitil söndü. Kombi başladı dərəcə aşağı düşməyə, çünki qaz yoxdur. Və indi birazdan yazılacaq 01 kod. Görə bilərsiniz, bax bu Y01. Y01 o deməkdir ki, qaz kəsilib. Məsələn, qaz kəsilib sonra təzədən veriləndə bu parametr, bu səhv yəni kod yenə də çıxır. Yəni kombi özü perizagruska vermir özünə.
neynirik? Məsələn, qaz təzədən açıldı. Görürsünüz, kod yenə də çıxır bura. Reset knopkası R, перезагрузка deməkdir. 1-2 saniyə basıb saxlayırıq, buraxırıq. Bastıq, buraxdıq. Всё. Kombi indi təzədən qoşulacaq. Fitil çıxdı, o deməkdir ki, qaz var və kombi qoşuldu. Всё, R reset knopkanı 1-2 saniyəlik basıb saxlayırıq, buraxırıq. P knopka sizə lazım deyil, ehtiyac yoxdur onu basmağa. Ondan sonra, deməli, bu knopka nədir? Bu knopka söndürmə və rejimləri dəyişməkdir. Hal-hazırda bizdə qış rejimindədir. Həm isti su, həm də atapleniya işləyə bilir də, belə deyək. İndi bu dəqiqə isti su açıq deyildi, yəni ona görə də atapleniya yanır, sönür. Biz letni rejimə necə keçirdə bilərik bunu? Bastıq, ancaq rejim atapleniya, isti su olmadan və bir dəfə də basıb söndürürük, off. Bir dəfə də basmaqla keçdik letni rejimə, yay rejiminə. Burada radiator yoxdur deyənə yayda keçirirsiniz bu rejimə və ancaq isti sudan istifadə edirsiniz. İndi hal-hazırda bizə lazımdır ki, atapleniya işləsin və knopkanı bir də basırıq. Atapleniya yanır, sönür və fitil təzədən yandı. Kombi yenə qoşuldu. Deməli, bu sistemi söndürmək üçün nə etmək lazımdır? Ehtiyac yoxdur kombidə nəsə knopkaları basmağa. Sadəcə bu 4 vilkanı, indi mən demişəm ki, elektrik bura bir dənə avtomat opsi qoysun bura yuxarıya. Ki, bütün hər dəfə bu şeyləri elə bil 4'ünü bir-bir çıxartmayasınız da. Evet, burada bir dənə avtomat olmalıdır ki, onu söndürməklə bütün sistem, hər şey sönür, çıxıb gedə bilərsən. Demək belə, əgər bir də ki, yay rejiminə keçirdəndə kombini, ancaq isti suya da, biz saxlayırıq ancaq stabilizatorun vilkasını. Burada qısadır, bu görünür. Ancaq bunu saxlayırıq. Bütün bu 3 dənə vilkanı çıxardırıq. Çünki bunlar atapleniya aiddir. İkisi motorundur, biri isə termostatlarındır. Onlar yayda işləməli deyil heç biri. Deyəsəm, başqa heç nə qurtalamaq lazım deyil. Burada hərdən bunu açıb hava çıxartsan daha da yaxşı olar, amma mütləq bağlı saxlamaq lazımdır. Çünki bunlar tutulanda başlayır su buraxmağa, su basa bilər buranı. Çox yox, amma su gələ bilər də yerə. Burada məsələn. Burada hava yoxdur. Burada da hava yoxdur. Yəni bunlar çox redki açılmalıdır. Baxın, deməli, bütün başlıqlar tam açıqdır və bu göy papaqlar görürsən, hamısı demək olar ki, baş düşdü içəridə. Yəni çox-pol konturlar hamısı işləyir. Əlimi vurub yoxlaya da bilərəm, istidir hamısı. Ondan sonra, bu da radiatorumuz. Radiatorda isinir yavaş-yavaş. Belə. Bu bizim isti suyun kollektorudur. 2 dənə. Bu isə soyuq suyun kollektoru. Burada reduktordur və manometr. Yəni burada manometrdə 3 nə qədərsə indi var. Demək, evin içinə, yəni su varımızdır 3 atmosferdir. Sonra filtrdəki evə köçəndə gərək bunu açaq. İndi hələ ki yox, lazım deyil, ehtiyac yoxdur.
filtr açılmalıdır. Yəni açılmalıdır, nətər açılmalıdır? İndi hal-hazırda через filtr keçmir də su. Bu açıq olanda, bu ikisi bağlı olanda o deməkdir ki, su birbaşa gedir də belə deyək. Bunu bağlayıb bu ikisini açanda su через filtr keçəcək, gedəcək evə. O da ki, hələ ki bizə lazım deyil, çünki yaşayış yoxdur mənzildə.